Ya Allah. Hər vaxtınız xeyir olsun, əziz xalqımız, əziz millətimiz. Allah sizlərə bərəkət versin. Əziz dostlar, bu il inşallah Səbiləcəri qəsəbəsində, baxın qarşıda gördüyünüz gözəl bir evimizi inşallah təqdim edəcəyik. Tural, bir dənə buranı götür. Baxın əziz dostlar, bax buradan. Axırıncı şam ağacına qədər bizimdir. Dördüncü şama qədər. Çox gözəl bir evimiz əziz dostlar. Səbiləcəri qəsəbəsi. Səbiləcəri qəsəbəsinin əla bir yerində. Maşallah, maşallah. Sonra bir dənə gəl həyəti götür. Bir dənə həyəti götür. Ağacları görsət. Bəh. Hətta burada çiyələyi də var. Əziz dostlar, görsət. Gözəlliyi gördük, ev təqdimatı yaddan çıxdı. Əziz dostlar, evimiz 4 sotda inşa olunub. 4 sotda. Ətraflı məlumat sizə inşallah sonunda verəcəm. İlkin məlumat verim sizə, giriş məlumatı. Deməli, 6 otaqlı evimiz, 6 otaqdan ibarətdir. Hər mərtəbəsi 120 kvadratdır, əziz dostlar. Orta monolit betondur, mərtəbə arası. Çox keyfiyyətli və sağlam bir tikilidir bu həqiqətən də. Evin də 4 yanına keçid var. 4 bitərdən keçid var. İçərisi də mükəmməl, super vəziyyətdədir əziz dostlar. Əvvəl şöyle göstərək. Maşallah, gözəl. Meyvə ağacları evin hər tərəfinə. Həyətdə bir dənə santar qovşağı da var. Deməli, əziz dostlar, 1 metr 80 santı evimizin kürsüsü var. Yerdə betonlanıb, çox səliqəli, tərtəmiz, nəmişlik olmayan bir ərazidir burada dostlar. Santar qovşağı həyət üçündür. Santar qovşağı. Şöyle ayakta olsun. Bura kombo otağıdır. Burası ise kombo otağı, indi qapısı, lavabısı. Baxın əziz dostlar, burada bax bu gördüyünüz nabatı sistemi, baxın gəlir burada itir. Yəni o deməkdir ki, evin bütün yağış yağanda nabatı sistemi, su axmasının birləşdirilib mərkəzi kanalizasiya. Yəni evin yanına yağış düşmür. Bu da evin nəmişlikdən qorunması deməkdir əziz dostlar. Baxın maşallah, gözəl bağı, super. Özümü lap kənddə hiss elədim. Çox gözəl əziz dostlar. Yəni burada da ki, demək olar ki, bütün meyvələrdən var. Çox gözəl, əla. Daxil olacaq evin içinə inşallah. Gel kardeşim. Əziz dostlar, gördüyünüz kimi çox geniş bir dəhlizə malikdir. Həqiqətən də bu evdə çox rahatçılıqdır. Ürəyə açan bir mənzərə var bu evdə əziz dostlar. Həm aboy seçimi, həm də ki genişdir. Əsas məsələləri bunlardır. Gel kardeşim. Daxil oluruq qonaq otağına. Deməli, qonaq otağımız 7-nin 4-dədir. Tam 28 kvadratdır əziz dostlar. Hündürlüyü də 3 metrdən hündürdür və təkrarlayın, mərtəbə arası monolit betondur. Çox keyfiyyətlə işləmişdir. Şəxsi evdir əziz dostlar. Burada da bir dənə yataq otağımız var. Yataq deməli 4,5-ın 4-dədir ölçüsü. Çox gözəl. Qapılar, baxın dostlar. Qapılar da ucuz qapılar deyil. Evdə nə iş görülübsə tam keyfiyyətlə və sağlam görülür. Mətbəx sonunda göstəririk. Gəl bura qardaşım. Hamam və sanitar qovşağı, əziz dostlar. Bu birinci mərtəbəyə aiddir və ayrıdır. Görsət içərisini. İçərisini görsət. Gördüğünüz kimi bura hamamdır. Və istifolla təchiz olunub. Bunu da qeyd edək. Bura isə sanitar qovşağıdır. Demək dostlar, bu gördüyünüz pilləkən betondan inşa edilib. Betondur pilləkən. Üstü də qəşəng. Görünüş taxtasından vurulub. Çox gözəldir maşallah. Mükəmməl. Kiliş. Əla. Deməli, yuxarı mərtəbə 4 yataq otağı və bir hamam sanitar qovşağı, bir də kiçik bir balkonu var əziz dostlar. Gəl, duraq. Yataq otaqları əziz dostlar, hamısı əla ölçüdədir. 5-in 4-ə, 20 kvadrat.
Hətta biri biraz da böyüdür. Baxın 5-ci dördə bir yataq otağı buradır. Qarşı tərəfdə bir yataq otağı var. Görsəsiniz. Pəncərələr hamısı öz həyətinə baxır, tam işıqlıdır. Günün istənilən vaxtında dostlar, evimiz işıqlıdır. Burada bir yataq otağıdır dostlar. Bura 5-in 5-ədir. Bura 25 kvadratdır. Tam 25 kvadratdır. Hündürü ilə baxın görün. 3 metrdən hündürdür. Və çox gözəl bir dizaynla. Ürək açan bir aboylar seçirlər burada. Doğrudan görsət. Hamam sanacaq. Bəli, ikinci mərtəbənin hamam və sanitar boşlamadır. Maşallah. Baxın dostlar, həyətə gözəl bir mənzərəsi var. Bura uşaq otağıdır. Burada 4-ün 3 yarımdır. 3 yarıma. Ölçələr isə dəqiq deyil ki, burada mebel məsələlərində vaziyet ölçülər. Bir dənə Düş saxlayaram keçirlər. videonu saxla. Siz bir... Əziz dostlar, evin mətbəx hissəsinə yaxınlaşırıq. Və əziz dostlar, mətbəx. Evdə ən çox istifadə olunan ərazi, belə deyək. Çox yüksək səviyyədə. 6-nın 4-ə, 24 kvadratdır əziz dostlar. Mətbəx, əksər evlərin elə qonaq otağı bu boyda olur. Tam rahat şəkildə və mebellər çox bahalı materialdan yığılır. Yəni ən bahalı materialdan doğrudan da çox keyfiyyətli işlər görülür bu evdə əziz dostlar. Çox qəşəng. Hər şey insanın ürəyindəndir yəni. Kombi sistemi işlər vəziyyətdədir və mətbəxdə bir dənə də kondisioner var. İndi isə sizə evin tam və kamera sistemi mövcuddur əziz dostlar. Evdə internet də var, hər bir şey qaydasındadır. Və əziz dostlar, sonda əsas məsələlər sizə deyim, təqdim edeyim. Evimiz yəni təkrarlayıram, 4 sotdan inşa olunub. Deməli, evimizin fərdi yaşayış evinin tikintisi üçün ayrılmış bələdiyyə sərəncamı var. Tarix də köhnədir, 2006-cı il qərarıdır əziz dostlar. Mərtəbə arası monolit betondur. Evimiz bütün hər iki mərtəbə cəmi 240 kvadrata yaxındır əziz dostlar. Evdə görüləcək heç bir şey yoxdur. Evdə tam yaşayışdır, şəxsi özü üçün tikilib. Qiymət də baxanda bugünkü gün münasib qiymətdir. Deməli, bu ərazi, deyim sizə, 92 və 170 nömrə marşrutlara çox yaxındır. Qapının ağzına kimi də asfalt dəqiq buradan çıxır. Burada obyektlər də var, ticarət obyektləri də var. Çox yəni gözəl, rahat bir ərazilərdir dostlar. Küçə boza geniş, həyətdə maşallah görürsünüz, əladır. Qiyməti ilkin olaraq çıxıb satışa, bax bu gözəl evimiz 265.000 manata əziz dostlar. 265.000 manata inşallah ki, satıcı və alıcı arasında mütləq razılıq olacaq. Allah xeyir versin, alana da, satana da. Yəni də qeyd edirəm, həmişə sonda qeyd etdiyimiz kimi, bizim nəzərimizdən qaçan bəzi şeylər var ki, əziz dostlar. İndi kimsə gəlsə, onlar özü canlı gələcək, ola bilər bizim yadımızdan nəsə çıxır, tam təqdimat edə bilirik, əziz dostlar, üzrlü sayın. Amma çox gözəl evdir, həqiqətən mükəmməl evdir. İnşallah gələn özü görəcək. Allah xeyir versin, alana da, satana da, əziyyət keçən hər bir kəsə də. Əziz dostlar, hər birinizdən xahiş edirik səhifəmizi bəyənib, videolarımıza rəy yazmağı unutmayın ki, növbəti satışa çıxan evlərimizdən sizin də xəbəriniz olsun. Sizin də satışda mülakininiz varsa bizimlə əlaqə saxlayın, gələk çəkək, paylaşaq və satılmasında köməkliyi göstərək. Allah evi olmayanlara ev qismət eləsin, Allah hər birinizdən razı olsun.